5 nömrəli Uşaq İncəsənət Məktəbinin tarix əsası üzrə müəllimi Etibar Quliyev. Bugünkü açıq dərsimizdə 4-cü sinif şagirdi Əsgərli Paşa iştirak edir və biz onunla birlikdə dahi bəstəkarımız Üzeyir Hacıbəyovun Aşkım Oğlan operasından Kürsüyələrin narəsinə və Adil Gərayın Tarantella əsərinə baxacaq. Deməli, məqsəd əsərdə ifa olunan zaman nüansların düzgün olunmasına, yerinə yetirilməsinə, ölçünün düzgün sayılmasına, ritmdən çıxmamalarına nəzarət olunacaqdır. Əsərlər demək olar ki, təxminən hazırdır. Hazırsan, Xoşa? Əsər haqqında biraz məlumat vermə. Əsər hissəyə sayılır. 3 şairimiz var. Ləmmol, Simol, Evet. Bir də Andante, yəni orta sürətlə tərsinərək. Tamam. Deməli, əsərin əvvəl birinci parçası piano parçasıdır. Sonra isə tarım parçası başlayacaq. Və əvvəldə pauzalarımızdır. Hansı pauzadır? 8-lik pauzası. Buyur. Əsər başlayır, piano başlayacaqdır. Nüanslara zəhmətimize diqqət edin, çünki bundan sonraki bəzi yerlərdə səslər dəyişəcəkdir. Buyur. Elediğin o tremol var ha. Sol, la, si, do. Axırını və çırptı. Demir düzələr. Çırpmaq yoxdur onu. Eğer yaxşı, onu nəzərə alırdı. Çırpmaq olmaz notdur. Liqalı notdur. Liqa nə deməkdir? Bağlayıcı. Həmin notda bir gücüdə tremol ilə çalır. Onun üçün sən onu orada vura bilməzsən. İhtiyarın yoxdur. Bir də sağ sol, la, si, do. 1 və 2 Tremollar dikkatleri ihtiyaç. Hemen vurmalı burada değilsen. Lazım değil. Bunu vurma olmaz. Bir. Tremol 2 tremollarına ver bana. Ay sağ ol. Çıkma aklına. Şimdi ses değişti. Kanos verecekti. Forte. Tremol uzat, tremol uzat, tremol uzat. Parmağını düzgün unutma. Bir de başka, bir de evvelden ver, bir de yok, Kur'an evvelini, fazla. Tremolu da güçlü forte. 2 ve 1. Temiz. 2 ve 1. Sağlar, devam istəmirəm. Deməli, elədiyin səhv nə idi sənin burada? Bu birinci dəfə fanı salanda fa, tremolu verdin, sonra mi, re, do, si. Tamam elədik. İkinci dəfə təkrarda deməli, sonluqdakı
bir xanə yox, iki xanə çalınır. Onun biri yarım notrim oldu. Növbətisinin əvvəli 8-likdə ona qoşulur palazi liqa ilə. Sonra bir xanə pauza var. Sən o pauzanı gözləmədin. Düşdü yad var. Bildin haram deyirəm. Bir də çalaq fadan. Təmiz səs, mükəf səs verir. 1 və 2 və 1. 1 və 2 forte. 1. 1 və 2 və 1. 1 və 2 və 1. 1 və 2 və 1 və 2 və indi başlayırsan. Ay sağ ol. Veya bu pauzdan gözləməmişdik sən orada. Təmiz, təmiz, təmiz. İndi nota baxaq. Deməli, sən bu faya düşməmişdən qabaq ki, çaldığın hissə var idi, ha? Sol, la, si, do, re, do, si, la, si, sol, düzdür. Bax, o sol bir xanədir burada. Və sən başlayırsan fanı çalmağa. Fanı çalanda isə, gəlib onu bitirəndə həmin solun üstə, yenə düşürsən, həmin solun üstə düşürsən. Yəni, əsərin gəlib solun üstə, solda qalırsan. O solun bir xanəsi trim oldu. Növbəti xanəsinin ancaq 1-8'lik liqa ilə qoşulu trim oldu. Qalan xanə boşdur. Sən bunu mütləq şəkildə pauzunu gözləmişsin. Çünki niyə burada pianistin solası var burada. Bir gözəl bir pasaj var pianist burada. Belə bir maraqlı bir pasajı var. Yaxşı. İləcəyin səhvləri yadında saxlayarsan, onları düzəldərsən, inşallah növbəti dərsimizdə onları təkrar olunmasını bildir. Növbəti əsərə keçirik. Növbəti əsərimiz Adil Gərayın Tarantella əsəridir. Bu əsərdə demək olar ki, hazırdır. İndi hara qədər çatdıra bilsək vaxtına baxaraq, görək nə qədər çatdıra biləcək. Buyur. İcazə ver. Elə başlasın görüş. Əsərin ölçüsü haqqında bir məlumat ver. İşarələr haqqında bir məlumat ver. 6-8 neçə sayılacaqdır? 6-8 sayacaq. 1, 2, 3, 1, 2, 3. Mizraf forması nə olur burada? Mizraf forması üst alt. Santur mizraf. Santur mizraf. Üst, alt, üst, alt, üst. Santur mizraf. Və neçə işarəsi var? 3 işarəsi var. Hansılardır? Mi mol. Əvvəl si bemol başlayır. Daha si bemol, mi bemol, la. Buyur. Ağır-ağır salaq. Onsuz da bəsət tempi, sürəti yuxarı olan əsərdir. Sadəcə biz onu ağır-ağır salaq ki, səhvlərini düzəldə bilək. Buyur. Saxla. Deməli, əvvəldə başlayır forte ilə. Forte yəni nə? Bərk. Sonrasında var onun təkrar gedir, o yenə nə? Piano. Sən o fərqi mənə göstərməyə çalış. Buyur. İndi piano. Düz sağ, do, mi, sol. Sonra yenidən burada nə baş verdi? Forte baş verir burada. Sən rəayət eləmirsən forte olaraq, piano olaraq. Bizim bugünkü səndən işimiz elə budur. Akorddan başlayaq, bir də forte. Möhkəm, biraz da möhkəm. Yox, yangın yox, bir yerdə. Ay sağ ol. Re, mi, fa, sol. Parmaqlarımız orada. 1, 2, 1. Ay sol. Təkrar. Bu dəfə təkrarda piano olacaqdır. Buyur. Piano. Xeyr. Sonun düzgün olacaq. Ay sol, düz oldu. Davam eləmə. Səhvlərim çoxdur.
fərqi çoxdur. Əvvəla not səhv edirsən, bu heç xoşa gələn deyil. İkincisi də ki, nüansirovka heç yoxdur. Nüansirovka heç yoxdur. Bir də başdan salaq sən olmasa. Bu iş sən işləyək düzəldəsən. Bir də buyur. Forte, amma ağır deyil, tez götürmə. Buyur. Kaçma. Forte, ses artır. Artır, artır. Parmak düz olmadı. Bir de biraz sonra. Kapaktan bir. Sofsalar, re, mi, fa, sol, mi, fa oranı da məşqliyə. Bir də ağır. Sonra akordu ver, yeniden Görkək mi? Oraya gitmə, bir də ver başdan mənə. Forte və piyanonun fərqini göstərmən alırdı. Buyur, başdan. Başla, piyanon. Parmağı sürüştür orada, re, mi, fa, solda parmağı sürüştür. Başla. Piano. Şayət bu qədər bəsimizdir. Elə bilirəm ki, vaxt məhdudiyyətinə görə bizi başa düşərsiniz. İnşallah ki, növbəti dərslərimizdə daha ətraflı, daha maraqlı işlərimizlə sizi tanış edəcəyik. Sağ olun.